Azərbaycan müxtəlif xalqların, dillərin və dinlərin bir arada yaşadığı tolerantlıq diyarıdır. Burada Azərbaycanlılar, ləzgilər, avarlar, çaxurlar, inqiloylar və digər xalqlar əsrlər boyu bir-birinə hörmətlə yanaşaraq sülh və həmrəylik içində yaşamışlar. Bu ölkədə dinlər və mədəniyyətlər qarşılıqlı hörmətlə mövcuddur. Məscidlər və kilsələr bir-birinin yanında, insanların qəlblərində isə birgə yaşayışın, qarşılıqlı anlaşmanın və dostluğun dərin əks-sədası var. Azərbaycanın tolerantlıq ənənəsi təkcə mədəni və dini səviyyədə deyil, həm də gündəlik həyatın hər sahəsində özünü göstərir. Hər xalq öz adət-ənənəsini, dilini və mədəni irsini qoruyur, amma hamısı milli birliyin və ölkənin inkişafının bir hissəsidir. Bu tolerantlıq ruhu Azərbaycanın tarixidir. Zaqatala təkcə gözəlliyi, təbiəti ilə deyil, elmə və təhsilə verdiyi dəyəri ilə də seçilir. Bu torpaq əsrlər boyu maarifə, bilik və savada bağlı insanların yurdu olub. Zaqatalanın dağ kəndlərində süfrəyə bir loxma çörək qoyulanda, o çörəyin içində əsrlərin dadı, xalqın xatirəsi olur. Zaqatala rayonu Azərbaycan Respublikasının şimal-qərbində, Böyük Qafqaz dağlarının cənub yamacında, Qanıq Əyriçay vadisində yerləşən dağlıq və düzənlik ərazidən ibarət bir yerdir. Rayonumuzun ərazisi 1348 kvadrat kilometr olub, əhalisi 130 min nəfərdən ibarətdir. Keçmiş Balakən ərazisi hərbi strateji cəhətdən çox əlverişli yerdə yerləşirdi. Belə ki, Azərbaycanın şərqinə Şəki, Şamaxı, Bakı, həmçinin Dağıstana gedən yollar buradan keçirdi. 1804-cü ildə bu bölgəni işğal edən Çar hökuməti Zaqatala şəhərinin günbatan hissəsində qala tikmək qərarına gəlir. Zaqatalanın mərkəzində, şəhərin qəlbində bir qədim divar ucalır. Zaqatala qalası. O, sanki zamanın içində donub qalmış bir şahiddir. Bu qala 19-cu əsrin ortalarında, təxminən 1830-1839-cu illərdə inşa edilib. Lakin illər keçdikcə bu qala nəzarət və təzyiq rəmzindən tarix və mədəniyyət yadigarına çevrildi. Azərbaycan tolerant ölkədir, çox millətli ölkədir. Ölkəmizdə avarlar, çaxurlar, ləzgilər, xınalıqlar, buduqlar, udilər və s. çoxlu xalqlar yaşayır. Və bu xalqlar hamısı Azərbaycanlı hesab edir özünü. 1-ci Qarabağ, 2-ci Qarabağ savaşlarında bu xalqların nümayəndələri çoxlu şəhid və qazi vermişlər və bununla da hər zaman qürur duymuşlar. Zaqatalanın oğulları həm 1-ci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində döyüş meydanında igidlik göstəriblər. Onlar bu torpağın adını tarixə şəhidlik zirvəsində yazıblar. 1990-cı illərin ağır dövrlərində 1-ci Qarabağ müharibəsində Zaqataladan olan igidlər Füzuli, Cəbrayıl, Ağdam, Laçın və Kəlbəcər uğrunda döyüşlərdə iştirak etdilər. Onların bəziləri geri dönmədi, amma adları bugün Zaqatalanın hər küçəsində, hər məktəbində, hər ürəyində yaşayır. Avarlar özlərini Marulav, yəni dağlı adlandırır və dağlı olmaqlarıyla da qürur duyurlar. Avar sözü türk sözündən, türk dilindən tərcümədə, yəni belə məna verir ki, bunlar qarşı gələn, cəsarətli, döyüşkən. Məhz bu xüsusiyyətlərinə görə də avarlar daim müharibələrə cəlb olunmuşlar. Söylədim şanım mənim, vətənim şanım mənim. Söylədim şanım mənim, vətənim canım mənim. Gözəl kərməsi kəni, Azərbaycanım mənim. Gözəl kərməsi kəni, Azərbaycanım mənim. Milletin farkı var, çalışır
Axaqdərə kənd sakiniyəm. Ailədə 3 oğlan, 4 qızıq. Bu dəqiqə anam da sağdır, 101 yaşındadır. Zaqatalada bu Axaqdərə etnik qrupdur, azarlı xalqlar kimi. Kənd cəmaatının əsas işlidir. Maldarlıqdır, arıçılıqdır, meyvədir. Belə dövlət işlərində işləyənlərimiz var. Mən də özüm dəmirçi kimi işləyirəm. Sexim var. Şükürlər olsun, narazılığım yoxdur. Bu torpaq əsrlər boyu maarifə, bilik və savada bağlı insanların yurdu olub. Burada hər bir ailə, hər bir valideyn övladını kitabla, məktəblə, elm sevgisi ilə böyüdür. Zaqatalalı gənclər üçün təhsil sadəcə bir yol deyil, vətənə, gələcəyə aparan müqəddəs bir missiyadır. Rayonda fəaliyyət göstərən məktəblər, liseylər və peşə təhsil mərkəzləri bu gün də yüzlərlə istedadlı gəncin bilik yoluna işıq salır. Zaqatalanın müəllimləri fədakarlığı, zəhməti və səbri ilə bölgənin elm simasını formalaşdırırlar. Hər il Zaqataladan onlarla gənc ölkənin ən nüfuzlu universitetlərinə qəbul olunur. Gördüyünüz bu məktəb Car kəndində yerləşir. Məktəbimizdə həm Azərbaycanlı, həm də avar uşaqları təhsil alırlar. Məktəbimizdə elə şərait yaradılıb ki, burada həm avar, həm də Azərbaycanlı uşaqlar iç-içədirlər və eyni səviyyədə təhsil alırlar. Hətta məktəbimizdə ibtidai siniflərdə avar dili dərsləri də tədris olunur. 2024-2025-ci tədris ilində məktəbimizin şagirdi Əliyev Emil yüksək bal toplayaraq Polis Akademiyasına daxil olmuşdur. Mən avar xalqının bir nümayəndəsi olaraq fəxr edirəm ki, oğlum Əliyev Emil 568 bal toplayaraq Polis Akademiyasının informasiya təhlükəsizlik ixtisasına qəbul olmuşdur. Çox fəxr edirəm ki, oğlum Emil Azərbaycanın daim keşiyində duracaqdır. Bir avar xalqı olaraq mən bununla fəxr edirəm. Bu torpaqda yaşayan avarlar üçün yemək sadəcə qida deyil, mədəniyyətin, ailə birliyinin və qonaqpərvərliyin ifadəsidir. Avar mətbəxinin ən sevilən yeməklərindən biri maxaradır. Maxara sadə, amma dərin mənalı bir yeməkdir. Avar qadınları maxaranı hazırlayarkən hər qatına mehr, sükunət və ailə sevgisi qatırlar. Maxaranın ətri evin içini bürüyəndə bil ki, ora qonaq gələcək, ailə bir süfrə başına toplaşacaq. Mən bir az xalqın nümayəndəsi olaraq Azərbaycan Respublikasında çox gözəl yaşayırıq və bizim milli xörəyimiz olan maxaranın hazırlamasını sizə göstəririk. İndi də keçirik, bizim bir də milli xörəyimiz olan ət qirsin hazırlanmasını göstəririk.
Təhsilimi özüm avar olsam da A hərfindən başlayaraq Azərbaycan dilində almışam. Orta təhsilimi qutarandan sonra ixtisas təhsilimi də Azərbaycanca almışam. İndiyə kimi bu kənddə bizim Azərbaycanımızda yaşamışam. İndi də yaşayırıq. Azərbaycanlı ilə bizim aramızda fərq qoymaqda görməmişəm. Mən yaşlı vaxtımda ədəbi yaradıcılığa başladım. Başladığım yaradıcılığın şeiri belə oldu. Bağımda çalğımla ot bikən zaman qəflətən dağıldı kirpi yuvası. Yuva dağılanda aşkar olundu, içində varmış kiçik balası. Yuva dağılsa da tikmək olardı, lakin başqa oldu kirpinin dərdi. Sən demə kəsilib tən ortasından yuva dağılarkən kirpi balası. Biz Alazan rəqs qrupu olaraq Respublikada keçirilən bütün tədbirlərdə iştirak edirik. Bura bizim vətənimizdir. Burada bizi ayrı seçkilik eləmirlər. Duncaq yoxuruyuqay Azərbaycan ki vətəndaşıyıq o. Mən çox sevinirəm Azərbaycan vətəndaşıyam. Bu Dərçə kəndin məşin imamıyam. Avarlar kəndidir. Avarlar Azərbaycanda bu rayonda ən böyük kəndir Avarlar kəndi. Biz dindar xalqıyıq, biz Allah'a ibadət edirik biz. Biz həmişə bir olmuşuq, həm dində, həm dünyada, həm dövlət tərəfindən. Həm Azərbaycan xidmət edirik biz, həm də vətənə xidmət edirik, həm də Allah xidmət edirik biz. Zaqatalanın Aşağı Çardaqlar kəndində 1998-ci ilin 30 martında dünyaya gələn Zöhrab İlhamoğlu Mehdiyev bu torpağın mərd və ürəkli övladlarından idi. Uşaqlıq və yeniyetməlik illərini kənd məktəbində keçirdi. 2004-2015-ci illərdə Aşağı Çardaqlar kənd tam orta məktəbində təhsil aldı. 2016-cı ildə o müddətli həqiqi hərbi xidmətə çağırıldı və 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin en saylı hərbi hissəsində xidmət etdi. Oğlum 44 günlük vətən müharibəsində Talış yolunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Mən Avar xalqının bir nümayəndəsi kimi qürur duyuram ki,
Oğlum Azərbaycan torpağı uğrunda şəhid olub. Azərbaycan bizim vətənimizdir. Biz bir avar xalqı olaraq Azərbaycan uğrunda şəhid olmağa hazırıq. Azərbaycan necə vətən, necə Azərbaycan uğrunda həmişə şəhid olmuşsa hazırıq. 2020-ci il sentyabrın 27-sində başlayan Vətən müharibəsi zamanı Zöhrab Mehdiyev Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak etdi. Oktyabrın 9-da döyüşlər zamanı vəzifə borcunu yerinə yetirərkən şəhid oldu. Bura Makol kəndidir. Burada avarlar kompakt yaşayırlar. Biz Makol kənd folklor evi olaraq Azərbaycan və avar mahnılarının təbliğini burada təşkil edirik. Biz avarıq, Azərbaycan vətənimiz olduğu üçün fəxr edirik. Niz avar ol, Azərbaycanlı ruq etdiğin necət fəxr buluşunu. Avar xalqının mətbəxində bir şirniyyat var ki, o sadəcə dad deyil, həm də yaddaşdır. Onun adı dinkdir. Dinkdir avarların ənənəvi halvasıdır. Əsasən un, yağ və şəkərdən hazırlanır. Mən Azəqdə yaşayıram, dink halva ilə məşğul oluram. Mən də uşaqlara öyrətmişəm ki, halva hazırlanmağın qaydaları belədir deyib. Mən də avar olaraq Azərbaycanda yaşayıram, Azərbaycanı çox sevirəm. Azərbaycan bir vətən. Sadə tərkibli olsa da, bu şirniyyatın hazırlanması səbir, ustalıq və sevgi tələb edir. Qızardılmış unun ətri evin içini bürüyəndə bil ki, bir mərasim, bir bayram və ya xatirə günü yaxınlaşır. Bir avar olaraq biz Azərbaycan torpağında yaşayırıq və burada yaşamağımızla fəxr edirik. Çox xoşbəxtdik ki, biz bu torpaqda yaşayırıq və bu qədim adətlərdən biri olan düyü halvanın hazırlanması da Səbət xaladan bizə ötürülüb. Bu adət-ənənələri demək olar ki, bizə hamısını Səbət ana öyrədibdir. Biz bu torpağın suyunu içir, havasını uduruq. Dinindən, irqimizdən asılı olmayaraq hər birimiz Azərbaycan vətəndaşlarıyıq. Bu halva avar mətbəxində bərəkətin, paylaşmağın və birliyin rəmzi sayılır. Onu hazırlayan qadınlar deyirlər, dinkdir bişirəndə niyyətini təmiz tut, çünki o dua ilə yeyilir. Bugün də Zaqatalanın avar kəndlərində dinkdirin ətri hələ də evləri bürüyür. Nəsildən nəslə ötürülən dadın, inancın və xatirənin bir hissəsi kimi. Zaqatalanın avar oğulları bu vətən uğrunda həm 1-ci Qarabağ, həm də 44 günlük vətən müharibəsində mərdliklə döyüşüblər. Onlar dağ ruhunu, igidlik qanını cəbhəyə aparıblar. Bəziləri yaralanıb, bəziləri qayıdıb, amma heç biri döyüş meydanında geri addım atmayıb. Bu rayonda, bu kəndə doğulmuşam. Özüm millətim avardır. Özüm şəxsən Suqovuşanın azad olmasına, Talışın azad olunmasına, Murovda müharibədə iştirak eləmişəm. Tapqaraqoyun istiqamətdən. Sentyabrın 21-i Forska gəldi, en sayılı həbsəyə çağırdılar. Oradan 26-sı Tapqaraqoyunluya keçdi və öz torpağımıza, öz
vətənimizi, ana vətənimizi qorumaq bizim borcumuzdur. Mən şəxsən Azərbaycanda doğulmuşam, millətim avardır, öz xalqımı, öz millətimi çox sevirəm. Onları qorumaq mənim boyun borcumdur. Təbii ki də itkisiz müharibə olmaz. Öz millətimdən, avarlardan çox şəhidlərimiz oldu, qazilərimiz oldu, döyüş iştirakçıları oldu, müharibə veteranları oldu. Birisi də şəxsən mənim boyun borcumdur ki, mən o müharibədə vuruşmuşam və özümü çox yaxşı, çox xoşbəxt hiss edirəm ki, qürur hissidir. Mən yuxarı çardaqlarda yaşayıram. Mən özüm avaram, vətənim Azərbaycandır. Oğlum da 44 günlük müharibədə Füzuli Hadrut istiqamətində şəhid olub. Mən fəxr edirəm öz oğlumla. Azərbaycan torpaqlardan ötürü şəhid olub, fəxr edirəm ona. Əhməd Qurbanoğlu Laçınov 28 iyul 1999-cu ildə Zaqatala rayonunun Yuxarı Çardaqlar kəndində dünyaya gəlib. 2015-2019-cu illərdə Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində təhsil alıb. 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb və Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı qüvvələrində xidmət edib. 2020-ci il sentyabrın 27-sində başlayan Vətən müharibəsi zamanı Füzuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 3-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Əhməd Laçınov ölümündən sonra vətən uğrunda və Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib. Onun adı Zaqatala rayonunun Yuxarı Çardaqlar kəndindəki küçələrin birinə verilib. Təsərrüfatdan arıçılıqdır. Arıçılıq da dünyanın ən gözəl təsərrüfatdan birisidir. Zaqatalanın dağ kəndlərində yaşayan avarlar üçün kənd təsərrüfatı sadəcə peşə deyil, həm də həyat tərzi, ənənə və mədəniyyətin ayrılmaz hissəsidir. Avarlar əsasən malqara təsərrüfatı ilə məşğul olurlar. Onların fermalarında qoyun, inək, keçi və at saxlanılır. Hər ailə öz torpağında həm əti, südü, həm də yun və dərisini təmin etmək üçün heyvanlara xüsusi diqqət göstərir.
Zaqatalanın avar oğulları və qızları yalnız kənddə və dağlarda deyil, idman meydanlarında da Azərbaycanı təmsil edirlər. Onlar futbol, güləş, sambo, boks, gimnastika və digər idman növlərində uğur qazanaraq ölkəmizin adını beynəlxalq arenada ucaldırlar. Mən Təliyeva Kamilla Aydın qızı, 19 yaşım var. Zaqatala rayonu Dağıçı kəndində yaşayıram. Millətim avardır. 7 ildir ki, judo idman növü ilə məşğul oluram. 7 il ərzində dəfələrlə respublika yarışlarında iştirak eləmişəm və respublika çempionu olmuşam. 2023-cü ildə yığma komandaya düşmüşəm. Yığma komanda olaraq biz Avropa və dünya yarışlarında iştirak eləmişik. Avropa yarışımız Portuqaliyanın Adivelas şəhərində olmuşdur. Orada biz komanda olaraq birinci yerə layiq görülmüşük. Xorvatiyanın Zagreb şəhərində isə dünya çempionatımız olmuşdur. Orada isə biz ikinci yerə layiq görülmüşük. Məqsədim odur ki, avar qızı olaraq Olimpiya yarışlarında iştirak edeyim və Azərbaycan bayrağını yüksəklərə qaldırım. Azərbaycan müxtəlif xalqların, dillərin və dinlərin bir arada yaşadığı tolerantlıq diyarıdır. Burada Azərbaycanlılar, ləzgilər, avarlar, çaxurlar, ingiloylar və digər xalqlar əsrlər boyu bir-birinə hörmətlə yanaşaraq sülh və həmrəylik içində yaşamışlar. Bu ölkədə dinlər və mədəniyyətlər qarşılıqlı hörmətlə mövcuddur. Məscidlər və kilsələr bir-birinin yanında, insanların qəlblərində isə birgə yaşayışın, qarşılıqlı anlaşmanın və dostluğun dərin əks-sədası var.